ise like atıp abone olun. 45-ci dəqiqədə oynamışam. Şeydir. Mortene 38-ci dəqiqədə asist edib, Zubkov gol vurub. Çox gözəl oyun keçirib. Bir dənə klubumuza baxaq istəyirsə, budur klub hal-hazırda. Bəli. Haydi. Dəqiqə. Bəli, 45-ci dəqiqədən başlayırıq. Bir də araşdırmaq istəyəndə məni Yusuf Mürsəlov Aslan yazın ki, çıxsın. Elə bir ki, təzə ad da bu Playzona az. Ona görə hətta belə addan çox var, ona görə də alınmır da. Yəni axtarışa yazanda həmin ad keçmir. Və qəşəng bir zərbə Muniz. Bugün mən şey eləmək istəyirəm. Normal video çəkmək istəyirəm. Yəni Muniz gol vurdu şey. Yəni daha çox qollu oyun keçmək istəyirəm. Düzdür, çətin rəqibdir, həm də mənim klasmanım da çətindir. 17-ci dərəcədəyəm də. Çox çətindir. Əvvəl olsaydı nə idi ki 10 dənə də vurardım, indiki alındı. Birinci klasman olsa 17-ci klasmandır. Hər ildə çempion oluram. Bütün adamın əsəbləri çoranır. Yəni bugün oynadım ki, yəni keçən sayılır da. Çempionlar Liqasında yarı finalda Real Madrid uduzdum. Yarı finalda yox, finalda Real uduzdum, 2-ci yer oldum. Barcelona unutdum, gəldim Real uduzdum. Haydi. Başlasın. Lisandro Hernandez, Szoboszlai, Tetemurante, Muniz, Szoboszlai Roberts, Szoboszlai, Boszlai, Dovin. PUBG videoları atmağı düşünürəm. Düzdür. Amma yəni belə çox maraqsız olur. Yəni ki, sizin üçün də. Amma yəni bunu da arada bir atmalıyam da. Maraqlı yerlərdə var deyək. Maraqlı yerlərdə var. Çünki çempionluqda yarı final zadolunda adamın maraq gəlir. Bayern hesab var. Oyun kazanırsan. Yəni maraqlıdır. Adını da yazacağam. Yerə oynayarsınız istəyəndə mobil telefon oyunudur. Dirəyə vuram ancaq. Mən Mikasa oyunu. Adını da yazacağam elə başlığa. İstəyən oynasın və keçdik. Yani bu klasman idi bu. Amatör kimi. Bu şeydir, Çempionlar Ligası. Bologna düşüb, Manchester City düşüb, Parma düşüb. Chelsea-dan yəni hamısı var burada. Düşəcəklərin. Bir də mən bir şey demək istəyirəm, bir dəqiqə. Saf pas. Bu olar. Hücuma şey qurmaq istəyirəm.
Hardadır bu? Hə, bunu qoyum. Bunu. Şey var. Ömer Sadiq. Qəşəng bax səsin. Bunu niyə qoymuram? Hətta bu dəfə bu zamanın oyuncusu 50 şey almışam. Bu nə deyil? Para. Bu altındır, bu nədir bu? Altındır bu. Nəsə? Ondan. Yəni qəşəng bir şey. Həm də çox oyuna çox yəni hər şeyini qoyurdu oyuna. Başa düşdünüz. Bu dəqiqə ən güclü oyuncusu Sabasla ilə şeydir, Hernandez. Lucas Hernandez. Tito Mortene. Sumur. Canlı asmaq istəyirəm bu yaxınlarda. Elə ki, TikTok'da da icazə var, amma canlı asım yoxsa yox. Mən takipçim də yoxdur, ya o qədər deyim. Şu takipçim var. Qəşəng. Çölə vuraq. Hələlik bir dənə çölə vuraq, hələlik. Elə çünki oyunu özü çox göstərəndə elə pro bilirsən, şey. Bax, gördün. Təzə mikrofondur. Ona görə daha qəşəng səsimi eşidə bilərsiniz. Ağam burada asmır eləmək gəlir. Allah qarıda bir çox. Qışın. Şom. Travasson. Qazgina. Bu nə adlardı? Ay Allah. Travasson. Muniz. Muniz sürətlə irəliyir. Muniz bir keçir. Munizdən Travassona. Yenə Muniz. Qapıya zərbə. Suzuki. Qapısının adı mənə çox tanıdıq gəlir. Nəsə. Muniz. Oy. O, nə tövür də getdi xaçmalı uşaq. Ha, deyirəm də sarı kart verməlidir məsələn sən. Uçdu ye. Qəşəng Travasson çatacaq. Yəni qapısı ilə gedirəm görməli neynirlər. Hop. Qışın. Ola qapısı ilə gedə bilirəm. Belə maraq. Çəkdim. Allah. O, buna kırmızı aldırsan fisyo. Düzdür, uzaqdan çox yox. Dirək Muniz. Nə? Offside nədir? Hə, offside təbii ki. Amma top mənə gələndə offside deyil. Haydi. Düzdür, biraz səviyyəsiz adı Junior Players Course. Hə? Junior Course Futbol Akademi. Qatdım, qaçışdırdım. Nəsə. Düz ad belə Manchester City adı qoya bilmirik. Deyək ki, nə bilim, şəhər adı qoyma.
Liverpool qoyuram. Deyir belə ad olmaz. Zubkov. Zubkov neydi ya? Qəşəng. Bu kim idi? Məsələn, o Morten'e bak ya. Fernandes. Qəşəng. Travasson. Sabaslar. Aha, oy oy oy. Çox sürət qəşəng. Qarsanoydu. Ya. Çox qəribə adlar deyir. Allah'ım olsun deyirəm. Neynədim mən? Mihal. Bir də 3-4 gündür video çəkmirdim. Amma həm də başım qaçışıydı, ona görə video çəkə bilmirdim. Yəni problem yoxdur məncə. Yine Totem oynuyoruz. Fernandes. Roberto Fernandes. Mesela korpus koyuyor. Hasta diyor. Gel. Oy oy oy. Gola bak da ne kaşın vurdu. Ama hiç olmaz. Bir gol bırakmış. Anda sen ne oldu? Bir gol vurmuşam. Bir gol da ödedim. So. Igor. Muniz çıktı. Deniz girdi. Sabosla. Oy oy oy. Qaşın şotda biridir. Bir də bugün az çəkəcəm. Yəni 2 qoyla son oyun olsa 12 dəqiqə çəkəcəm. Yoxsa 13 dəqiqədə belə bir şey. Çünki həqiqi çox çəkəndə həm vaxtım itir. Bunu çox baxan yoxdur. Yəni ən çox belə baxan 35-dir, 80. Ən çox baxan 90 olub. Yox 88-i belə. Nəsə, sağ olun, qrup aşamalarını keçdik bu turnirdə. Şut isabəti, yəni bizim ən güclü oyuncumuzda 66% və önəmli anlara baxaq, sonra keçək. Birincisi gol Fernandes'in özündən gəldi. Roberto Fernandes'dən, sonra şans Ömer Sadiq'dən gəldi. Oy topu uçdu kaçmazı. Qapısı var bir də, qapısı da gəldi. Ne kadar şans benim şey. Ne var bir dənə. Gol Morente. Çox gözəl. Bunlarda da gol oldu. Yəni ilk dəfə gol vurdu hansı klub mənə. Amma olsun. Yəni burada ilk dəfə gol vuran oldu. Bir də Realda vurdu ben. İkinci dəfə vəsə. Qalmış ki mən gol vura bilmirəm. Buna baxın, sürətlə nə tər qoşdu. Buna boydan. Şans. Sağ olun dostlar, önəmli anlarda izlədik. Gəlin videoya hazırlaşın.